Yaz tonqallardan ötürü ürəyim gedir. Yazıq qonşularım və ağaclarım. Musorları yandırırıq. Buraları belə qəşəng təmizlədik bayaqdan. Sizin üçün video qoymuşdum zagruzka, ona görə çəkə bilmirdim. Çünki hər gün qısa uzun fərq eləməz. Sizin üçün video paylaşmağını həqiqətən çalışıram. Sizə isə çox sağ ol demək istəyirəm ki, vaxt tapıb mənim videolarımı izləyirsiniz. Hər kəsə salam qızlar, kanalıma xoş gəlmisiniz. Əgər videolarıma abunə olmadan izləyirsinizsə, like qoyursunuz, rey yazırsınız. Sizdən çox xahiş edirəm. Abunə olun. Bu həqiqətən hər bir blogger üçün çox önəmli bir faktordur. Bugün bacınız Belizar'ın şalvarını geyinib və gedir Xaçmazar Sevagillə bir yerdə gəzməyə. Baxa görə nə qədər pulum var. Burada sırası 1 manatı görürəm. Lazım olar. 5 manat. 5 manat. Hələ yolda benzin də vurmalıyam. Özümlə 2 dənə eynəyi götürmüşdüm çünki video çəkəcəkdim. Daha doğrusu çəkmişəm. Bahalı və ucuz eynəyin arasında nə fərqi var? Bunların materialı nədir? Bu haqda videonu mən 2 dəfə çəkmişəm. 2 dəfə də mənim mikrofonum məni tərk eləyib. Mənim ən zəhləm gedən bir şeydir bir videonu bir neçə dəfə çəkmək. Deməli burada 96 manat pulum var. Hələ abratna da Bakıya getməyə benzin tökməliyəm. 95 işlədirəm. Qoyaq belə. Dünən qabağıma video çıxdı. Görürəm ki, bir xanım Ayka istifadə elədiyi pomadanı mən də almışam. Gəlin birlikdə sınayaq deyən bir video çəkib. O qədər mənə xoş oldu. Yəni mənə güvənib. Mən məsləhət elədiyi bir şeyi siz alanda o qədər sevinirəm. O qədər sevinirəm. Hər zaman çalışacağam sizin belə güvənini heç vaxt itirməyim. Ona görə fırıldaqçıları, nə bilim baxıcıları, qazinoları, belə şeyləri mən əsla ömür boyu heç vaxt reklam eləməmişəm və eləmərəm də. Gedirəm Sevagilinə götürməyə. Su vurmaq yadımdan çıxdı ya. Maşında su bitib, hansı ki qabaq patpresa vurulan suları. O bitib, onu vurmalıydım, yadımdan çıxdı. Sevanın atası evi bizim qonşumuzdur. Amma öz tikdiyi evi biraz bizdən uzaqdır. Ona görə maşına gedirəm həmişə. Kəntimiz də maşallah böyükdür. Gün-gündən də böyüyür. Vlogu paylaşdım. Sırazı reyləri başladım oxumağa. Çalışıram mümkün qədər çox reyə cavab yazım. Ümumiyyətlə ürək qoyum heç olmasa vaxt olduqca. Və hamı yazır ki, videolar uzun olsun. Hər gün vlog paylaşanda istər-istəməz uzun alınmır da. Nə qədər çalışsam da mümkün deyil. Bacardığım kimi paylaşıram. Çalışıram uzun eləyim, amma lazımsız çox yerləri qoyanda mənə elə gəlir ki, vlog sıxıcı olur. Ona görə kəsib doğrayıram. Fatimə uje gəlir. Seva, mən və uşaqlar gedirik, İsmət isə evdə qalır. Halal olsun Sevaya. Ay malades. Ha. Trendyolda qaytarmaq olur. Bəlkə Temadan alıb. Trendyoldan alıb və qaytarır. Yox, qaytarma. Seva sizə hamımıza salam göndərir buradan. Xaçmazdakı mağazadan, başa düşdüm. Biz hələ yol üstü, deməli, Seva aldığı ayaqqabıları da qaytarmalıyıq, çünki böyükdür. Amma sonra biz bu mağazanda tapıb, orada bir baş çəkməliyik. 19 manata alıb belə ayaqqabıları. Bunlarda çıxmaq bilmirəm. Belə qəşəng ayaqqabıdır, amma təəssüf ki, biraz böyükdür. Heç geyməyib, evdə görüb ki, böyükdür. Hələ yol üstü burada dəyməliyik. Bir balaca şok yaşadım həqiqətən. Maşını saxladıq, heç maşından düşmədik. Yanında da gördüm ki, parkovşik kişi var, hardasa mən atam yaşında. Mən də çıxartdım, 20 qəpik pul verdim buna. Heç maşından çıxmamışam, təsəvvür edin. Yəni maşını saxlamamışam, parking eləməmişəm. Yəni pulu parklama yeri deyil. 20 qəpiyi çıxartmışam. Kişi necə əsəbləşdi, qəpikləri atdı maşının içinə. Dedi ki, heç deyir, bir çörək pulunu deyir, verə bilmirsiniz, lazımdır deyil, nə bilim. Maşınkamı burada saxladım, gedirik ayaqqabını qaytarmağa. Ayda burada nə qədər ayaqqabı var, mən şokdayım. Ömrümdə bu qədər ayaqqabı görməmişəm heç yerdə. Baxın. Və rahatdır ki, hər malın qiyməti öz üstündədir. 18-30'adır misal üçün bunlar. Qəşəngdir. Burada nə qədər paltar var. Misal üçün belə koftalar 8 manat 50 qəpiyədir. Belə oversize modeller də var bunlardan. 8.50'yədir. Aslında almaq olar. Qəşəngdir. Yox, bunlar 13.50'yədir. Elə bildim 8'ədir. Belə bir ətək gördüm. 27 manatadır və arxada görürsünüz bu büzmələr. Çox qəşəng arxanı göstərir belə büzmələr. Bu çantanın qiymətinə baxın. 42 manat qəz çanta. Bir 42 də üstünə qoyub original alarım. Bu nə keyfiyyətdir 42 manata. Ucuz. Maşınım da maşallah elə çirklidir. Değişdi, indi göstərəcəm sizə.
Əvvəl aldığı məncə daha gözəldi, amma onun razmeri yox idi deyə də məcbur bunları götürdü. Əslində çeşid orada dəhşət çoxdur. Həqiqətən gözləmirdim ki, Xaçmazda o boyda mağaza olar. Deməli bunları götürdü və eyni qiymətə idi. Amma bunlar zato ayağına normaldır. Bir balaca kabluku var. Belə paltarlarına, şalvarlarına kombin eləmək olar. Hələ eyni markanındır. Belə. Sevaya dedim ki, hardasa oturarıq, dedi, yox, burada çox dadlı nəsə var və alıb gəlir. 50 qəpiyə alıb Seva bunları. Dedi ki, mənim ən sevdiyim qoğallardır. Maraqlı, heç sınamamışam. Kişinin bu hərəkətə görə mənim nastroyeniyam konkret korlandı. Az parking ümumiyyətlə Xaçmazda yoxdur. Qanuna görə harda saxlayırsansa ödənişsizdir. Biri var ki, mən maşını saxlayım, gedim hansısa bir məkana və yaxud işimin dalınca 1 saat üstündən vaxt keçsin və bu məndən 1 manat pul istəsin. Biri var ki, maşını saxladıq, heç söndürmədik, gördük ki, hələ onun yanında, qabağında olan balnitsa işləmir, oturduq, çıxdıq getməyə. Mənim də əlimdə olan qəpiklər hələ bunlar idi. 2 dəqiqə mən saxlamışam, yəni ki, ondan artıq yox. Maşını heç söndürməmişəm. Qəpikləri verdim, bu da götürdü, hesabladı, sonra atdı maşının içinə. İlk onun reaksiyasını başa düşmədim və elə başa düşdüm ki, yəqin ki, mən maşını saxlamamışam deyə bu pulu mənə qaytarır. Yerini yəqin ki, tutmamışam da, saxtarla mənim maşınım o yeri tutmayıb. Dedim, yəqin ki, ona görə pulunu istəmir. Kişi gördü ki, mən başa düşmədim bunun reaksiyasını. Dedi ki, verəndə heç olmasa bir çörək pulunu ver. Bu nədir mənə vermisən? Çörək də hal-hazırda ən azından 60-70 qəpik idi. Ən azından bir çörək pulu deyirsə, deməli çıxardıb mən buna 1 manat pul verməli idim. Onda mən bir 3 saat maşını saxlasam, elə çıxır ki, çıxardıb ona 5 manat, 7 manat verməliyəm. Həqiqətən onun reaksiyası mənə çatmadı. Mən də heç nə, qəpiklər düşdü maşının içinə, çünki bu çırpdı içəri və mən də getdim öz yolumla, heç nə demədən. Ümumiyyətlə, belə aqressiv insanlarla çalışıram, heç vaxt baş qoşmayım. Davakar, şər böhtan atan insanlar, onları ümumiyyətlə ignor eləyirəm həmişə. Özümü hətta biraz günahkar kimi hiss elədim. Elə vaxtlar olur ki, mən 5-7 yerə deyirəm, saxlayıram maşını, 5 dəqiqə girirəm, çıxıram və elə olanda, nəpərmər Bakıda 15 dəqiqə olmamış parkinqə heç nə ödəmirsən. Amma burada 1 manatları paylamalısan. Belizar şalvarımla düşürəm buradan. Ama şirintlər bunlar. Burada atraksiyonlar hamısı 2 manatdır. Misal üçün belə ördəklər var. Daha doğrusu ördəkdir də, həm bu belə suyun içində. Amma məncə bu lap balaca uşaqlar üçündür. Yayda burada çox insan olur. Bir sürü. Hal-hazırda isə parkın içində həqiqətən heç kim yoxdur. Bizdən başqa heç kim. Videoda böyük düşür, amma əslində bu atraksiyon çox balacadır və uşaqlar üçün nəzərdə tutulub. Biz minmək istədik, dedilər ki, yox, uşaqlar üçündür bu. Belə bir məkan tapmışıq. Bilməm da işləyir, fəaliyyət göstərir və yaxud yox, başqa yeri yoxdur buradan. Çörək yeməyi isə gəlmişik Çənlibel restoranına. Yayda mən burada olmuşam və çox bəyənmişəm. Belə bir məkan tapmışıq. Maraqlı görünürümü dirirəm ki, bunlar heç olmasa işləyirlər. Bu flamingaların şirinliyinə baxın. Burada da yemeği yoxdur. Buradakı məkanlar heç biri açılmayıb. Sezon deyildi. Yalnız çay təklif edə bilirlər də, yeyək. Restoranda heç nə yoxdur deyə maşında olan bu pirajkilərdir, nədir, bunları götürdük. Yaxşı ki, bunları Seva aldı. İçi də belə bomboşdur. 50 qəpiyə baha deyir Seva, içi boş. Şirin də heç olmasa, indi baxacam dadına. Birinci dəfədir belə qoz vareniyası görürəm. Yaxşı ki, burada var. Belə qıqras yiyəcəm, mən xoşlayıram bunu. Deməli, sətə nə daxildir? Burada 1-2 dənə konfet və limon. Şimdi dəmli çay getirdim. Sağ olsun. Səs olmayacaq, üstünə səs yazacağım. Videoları çəkərkən həmişə deyirəm, burada səsi üstündən yazacağım, burada yazmayacağım. Yəni ki, istədiyi söhbət harda eləmək olar, harda isə eləmək olmaz. Deməli, bu çay sətinə mən 10 manat pul ödədim, 1 manat da çivoy verdim. Bir-bir sizə göstərmədim, o qədər qəşəng, incəm. Hər bir heyvan figuraları var ya burada, onları rəssam üstündən kraska ilə keçirdi. Qazonu kəsirdilər, divarları rəngləyirdilər, bir sözlə məkanı hazırlayırdılar sezona. Adətən burada yeməklər də olur. Mən keçən il yayda
də bura gəlmişəm. Ona görə free olsun, şaurma olsun, hər şey var idi. Ona görə arxayın olaraq mən bura gəldim ki, yəqin ki, indi də var, amma qazıveca deyil. Qışda sezon olmur, insanlar gəlib çöldə oturmur. Ona görə bu yeməklər heç biri hazırlanmır. Dedilər, yalnız çay təklif edə bilərik. Hava da biraz soyuq idi, biraz oturduq. Qəşəng çayımızı içdi. İndi isə bir-iki dənə işi var Sevanın, onların dalınca gedirik, sonra isə evə. Feylərdə mənə yazırlar ki, Aykanın musiqi zövqü dəyişilib. Mən həmişə belə mahnılara qulaq asmışam. Həmişə Azərbaycan dilli mahnıları sevmişəm. Kim deyib ki, zövqüm dəyişilib? Seva deyir, vay, indi ərə gedirsən, ailə qurursan, bəs biz qəşəng harasa gedirdi, vaxt keçirirdi və s. Dedim ki, mən rəhmətə getmirəm ki, mən ərə gedirəm. Düzdür, bu qədər tez-tez gələ bilməyəcəm, təbii ki. Amma yenə də mütləq gələcəm, bir yerdə vaxt keçirəcəyik həmişəki kimi. Mama demişdi ki, yolda bir dənə çörəyi də alarsan. Mən də bizim ən sevdiyi çörəyi tapmışam. Qəşəng xərək çörəyi. İstəyirəm bu belə yansın, bu da dayanmır. Mən tutarım da. Все, hamısını düşürtdüm. İndi gedirəm evə özüm. Sağ-salamat gəldim, çatdım. Əsas sizə darvazamın gözəlliyini göstərmək istəyirəm. Qızlar, necə də gözəl, bağatı rəngdir. Sadəcə içərdən tezdən rəngləmək lazımdır. Çünki keçən il gücünə vurmuşam. Məncə çox gözəl alındı. Bundan əvvəlki vlogda rəngləmişdim. Daha doğrusu dünən. O vlogu izləməmişsinizsə videonun altında linki qoyacağım. Sizi zaryadkaya qoya bilirsiniz, neynəmişəm. Şlanqla qəşəng maşını yudum. Çəkmək istədim bu prosesidir. Çünki düşünürəm ki, maraqlı olardı. Amma sadəcə telefonumda zaryadka yox idi. Ümumiyyətlə 16 Pro Max-da dəhşət tez zaryadka bitir. Bundan əvvəl 14 işlətmişəm və o super idi. Amma 16 bərbad həqiqətən. Bu vaxtı sizcə Paşa gedib nə alıb? Marojna. Özdəki hamı üçün. Yazıq uşaq. Hamıyı alıb görürsən. Seva bizim evin yanından keçəndə həmişə bizə deyir, gəldi bizə. Ümumiyyətlə onun uşaqları sırf mənim yaxınlarım deyə tərifləmirəm. Həqiqətən çox düşüncəlidir. Uşaq getdi mamadan pul aldı ki, marojna alıb. Mən də fikirləşdim özün üçün marojna alacaq, amma uşaq getdi hamıya marojna alıb gəldi. Bir udarda Seva ilə bizə təsir olunan söhbətini müzakirə elədi, mamaya danışdı və mama bizə bir situasiyanı danışdı, hansını ki mən özüm unutmuşdum. Nənəmlə birlikdə kənddə qalırdım yay aylarında. Şəhərdə belə bir şey yoxdur, amma burada var. Bura tez-tez dilənçilər gəlir, sırf sən qapını döyürlər və deyirlər nəzir ver. Əksər insanlar kulpundan nə gəlirsə verir. Misal üçün fındıq dövründə biraz fındıqdan verir, kimsə çörəkdən verir, kimsə pul verir və belə öyrəşmişik, həmişə də belə olur. Bunlara qaraçı deyirlər, yəni ki, dilənirlər. Bunların işi elə budur. Rəhmətli nənəmdə də belə bir xasiyyət var idi ki, heç bir dilənçini boş buraxmaz. Kulpundan nə gəlirsə həmişə verərdi və həmişə deyirdi ki, bu sadaqadır. Həmin gündə çıxardıb 20 qəpik pul verdi və qaraçı neynəsə yaxşıdır. Götürdü o 20 qəpiyi yerə atdı. Dedi, bu nə puldur? Cəmaət mənə ən azından 1 manat verir. Bu nə puldur verirsən? Heç utanmırsan bunu mənə verməyə. Nənəm də şok oldu. Yerə düşən o 20 qəpiyi götürdü əlinə. Dedi ki, get, kim sənə 1 manat verirsə, get onun qapısına. Mənim qulpumdan elə bu gəlir. Bu situasiyanı görən mən heç vaxt dilənçilərə pul vermirəm. Ən çox da uşaqlar dilənəndə mənim əsəbimə toxunur. Çünki uşaqların hüquqlarını pozurlar, onu valideynləri
dinləri və fərqi yoxdur, milləti, adəti nədir. Azərbaycanda yaşayırlar, Azərbaycan vətəndaşlarıdır və qanunlara əməl eləməlidirlər. O uşaq elə dərk eləmir ki, valideyn onu alçaldır. Bəlkə də uşaqlar evində böyüsə, misal üçün o uşaq başqa yol seçər. Valideyn isə dünyaya gətirir sırf pul qazanmaq vasitə kimi. Mənim fikrimcə bu heç doğru deyil və siz o uşaqlara dilənən pul verərkən onları bu yolda daha da möhkəmləndirirsiniz. Təbii ki, hər kəs özü bilər, mən sadəcə öz fikirlərimi sizinlə bölüşürəm. Maşallah, bu peç kışın peçdir. Allah kışın. Aynur, bu belə qoymusan? Əslində bayırda soyuq deyil. Amma bu kimdir? Dostum, elə bilim canavar var burada, qaranlıqdan çıxır. Deməli burada odlarımız var. Qaranlıqda bilməm heç görürsüz yox. Güldük, danışdıq, söhbət elədik. Sabah mən inşallah qayıdıram Bakıya. Əslində çox qalmaq düşünürdüm, amma Bakıda işlərim var və onları da həll etməliyəm. Ona görə gedirəm. Sizə isə çox sağ ol demək istəyirəm ki, bu videonu axıra qədər izlədiniz. Əgər kanalıma abunə deyilsinizsə, mütləq abunə olun. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Deməyin ki, sağollaşmadım. Görürsüz, sağollaşdım. Baka.